Salam Lalə xanım, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun ki, təklifimizi qəbul etdiniz, gəldiniz. Mən təşəkkür edirəm. Lalə xanım, ilk olaraq sizi daha yaxından tanıyaq. Lalə Nəsirova kimdir? Lalə Nəsirova uşaq doktorudur. 2007-2013 ilində Azərbaycan Tibb Universitetini bitirmişəm. 2015-2020-ci ildə isə Ərciyes Universiteti Çocuk Sağlığı və Hastalıqları bölümünü bitirmişəm. Və hal-hazırda da evliyəm, bir uşağım var. Sağ olun, çox sağ olun. Pediatra sahəsinə marağınız necə yarandı? Necə deyim, uşaqlara olan bu sevginiz necə başladı? Əslində mən pediatriya sahə seçməyim öz seçimim deyil, atamın seçimi idi. Ancaq Pediatriya Universitetində artıq çalışandan sonra bu ixtisası daha da sevməyə başladım. Çox gözəl. Həkimlik yolunda qarşılaşdığınız ən böyük çətinlik nə olub? Ən böyük çətinlik akademik tibbdə hansı ki bəzi xəstəliklər var, onların müalicəsi yoxdur denilən xəstələrlə qarşılaşmaq ən böyük problemim olub və çətinliyim olub. İnşallah belə düşməsi çətinliklərə. Tibb təhsili zamanı sizi ən çox motivasiya edən nə idi? Ən çox motivasiya edən aldığım imtahan nəticələrim. Aldığınız imtahan. Soruşmaq olar imtahanda nə qədər bal toplamısınız? Bizdə kredit balı ilə deyil, qiymətləndirmə ilə idi. Keçmişdə Tibb Universitetini bitirmək çox çətin idi. Yəni yüksək nəticələri almaq çətin olurdu. Ancaq mən 4 və 5 ilə bitirdim. Maşallah. İlk pasiyentlərinizlə bağlı yadda qalan bir xatirəniz varmı? Universiteti bitirdikdən sonraki ilk pasiyentlərimiz. Bəli, əslində mənim bəzi fərqli bir alanım var, peşəm var, onu bildirəcəm sizə daha sonra. O sahədə bir kəşf etmək. Normalda heç danışmayan, diqqət dağınıqlığı, hiperaktiv bir uşaq görəndə təbii ki, avtizm olduğu anası da söyləmişdi. Ancaq fərqli bir şikayətlə mənə gətirmişdi. O uşağın ismi Muhammeddir və 5 yaşındakı uşaq idi. Bağırsaq infeksiyasını müalicə etdiyim zamanı 2 aydan sonra anası gəldi ki, uşağın dili açılmağa başlayıb, nitqi açılıb və hiperaktivliyi keçib. Bu məni şaşırtmışdı. Maşallah. Lalə xanım, sizcə yaxşı bir pediatr hansı xüsusiyyətlərə sahib olmalıdır? Birinci növbədə vicdanlı olmalıdır. Düzdür, doktorluqda hər kəs vicdanlı olmalıdır, amma uşaq doktorluq sahəsində, yəni pediatriyada daha 2 qat vicdanlı olmaq lazımdır. Çünki bir uşağı dünyaya gətirmək heç də asan deyil. Çox böyük məşəqqətli bir yoldan keçmişlər hər iki valideynlər. Ona görə də uşaqla təmasda olanda, fiziksel müayinə edəndə və yaxud da sorğulama ərəfəsində mütləq onu övladın yerinə qoyub o şəkildə dəyərləndirmək lazımdır. Çox sağ olun. Valideynlər sizə ən çox hansı suallara müraciət edirlər? Xəstəliklərində şikayət olaraqmı? İmmunitetin zəifliyi. İmmunitetin zəifliyi. Lalə xanım, son illərdə uşaqların xəstəliklərindən artan hansı tendensiyalar sizi narahat edir? İştahsızlıq, seçici qidalanma, qəbizlik və yaxud da qanlı bağırsaq işləməsi, allergiyalar, immunitet zəifliyi. Bəs valideynlərin tez-tez etdiyi səhvlər hansılardır? Ən birinci, ən çox rast gəldiyim, istər xəstəxana daxilində olsun, xəstəxana xaricində olsun, bir çox alış-veriş mərkəzlərində olsun, valideynlər öz işlərinə görə tableti, telefonu uşaqların əllərinə verməsinə bir sözdə qıcıq oluram. Peşəkar həyatınızda sizi ən çox motivasiya edən nə olub? Belə deyək də, hansı bir an olub? Peşəkar həyatınızda sizi ən çox motivasiya edən an hansı olub? O motivasiya edən an hələ də davam edir. Çox gözəl. Uşaqlarla işləmək sizə hansı hiss etdirir? Yəni onu sözlərlə ifadə edə bilmirəm. Çünki bütün sözlər bu ifadələrin qarşısında kasıbdır deyə bilərəm. Ona görə də o hisslər sadəcə yaşayan anlayır. Yəni valideynin mutlu olmağı, sənə sarılıb təşəkkür etməyi, yəni heç bir maddi qazanc bunun yerinə verə bilmir. Bəs öz övladınıza da pediatr yanaşması göstərirsinizmi, yoxsa tamam fərqlidir?
Yox, eynidir. Öz uşağıma necə yanaşıramsa, pasientlərimə də elə yanaşıram. Həyatda və peşədə əsas dəyəriniz nədir? Həyatda və peşədə ən böyük dəyərim. Yəni mənə olan dəyərmi, yoxsa mənim dəyər verdiyim bir şeymi? Sizə olan dəyər. Hə, mənə olan dəyər. Bəli. Mənəvi qoyduğum enerjinin qarşılığını ala bilmək. Ala bilirsinizmi? Şükür deyirəm. Yeni Nada xanım, bir də sizə belə bir sual verim. Yeni pediatr olmaq istəyən gənclərə nə tövsiyə edirsiniz? Sevmədən bu sahəyə gəlməsinlər. İlk öncə düşünsünlər ki, o uşaqların verdiyi hisslərə qarşılıqlı yəni məsuliyyəti icra edə biləcəklərmi? Çox sağ olun. Valideynlərə sağlam uşaq böyütmək üçün qısa və amma önəmli bir tövsiyəniz varmı? Qısa və önəmli bir tövsiyə. Uşaqlarınızı ilk 3 ildə çox yaxından takib edin, izləyin. Əgər sizə görə tərs gedən bir şeylər varsa, əsla və əsla kənar insanları dinləməyin. Çünki bir çox valideynlərdə bunu gördüm. Nənə dedi, baba dedi ki, uşaqdır, boş ver, keçəcək. Amma elə deyil. Yəni valideyn əgər uşaqda az da olsa bir şeyləri təsbit edirsə, mütləq mütəxəssisə müraciət etsinlər. Gələcək planlarınız nələrdir? Həm şəxsi, həm də peşəkar olaraq. Onu söyləmək istəməsəm. Tamam, problem deyil. Lala xanım, nəhayət sizi tanımayanlara bir cümlə ilə nə demək istəyərdiniz? Doğrudan yaxşı sualdır. Məni tanımayanlara. Sizi tanısınlar. Burada qəşəng cavab vermək lazımdır. Bunları vereyim efirəyə? Burada qəşəng cavab vermək lazımdır. Bəli, əlbəttə. Aha, tamam. Səmimi olmağı. Sual işarəsi, bozarma. Lalə xanım, çox sağ olun gəldiyiniz üçün, səmimi cavablarınız üçün təşəkkür edirəm sizə. Çox sağ olun, var olun. Siz sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Buyurun, sağ olun.